Salam, hər vaxtınız xeyir əziz şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 9-cu siniflər üçün OTAKAN sınaq imtahanı baş tutmuşdu. Gəlin sualların izahına bərabər baxaq. 56-cı sualda definition verir və bizdən doğru cavabı istəyir. Feeling sure about yourself and believing you can do things well. Özün haqqında əmin olmaq hisslərindən və bir şeyləri yaxşı etməyinə inanmaq. Bu olacaq confidence, yəni inam, güvən. Yəni doğru cavab olacaq burada A variantı. Courage cəsarətdir, wisdom müdrikliyidir, curiosity maraqdır, patience səbirdir. Və doğru cavabımız A variantı. 57-ci sualda bizdən istəyir yelik hal. A variantında deyir ki, his suitcase was lost at the airport. Burada yelik hal yoxdur gördüyümüz kimi. B bəndində the two friends olmalıydı. Çünki əgər ismin qarşısında birdən artıq say varsa, biz o ismi cəmləndirməliydik. Deməli, B variantı da doğru deyil. Sam and Mary's hands were dirty. Əgər biz deməli, bədən üzvləri bildiyimiz kimi ortaq ola bilməz, xarakter ortaq ola bilməz. Ona görə burada da əlləri deyir. Heç vaxt biz sonuncu ismə burada apostrof S artıra bilmərik. Hər iki ismi artırılmalıydı. Ona görə C variantı səhvdir. I saw a few birds olmalıydı. Çünki a few özündən sonra cəm isim alır və burada da D variantı yanlışdır. Və sonuncu, the scientist research changed modern physics. Bəli, burada alimin tədqiqatı, bəli, burada yelik hal var və Y variantı doğru cavabdır bu test üçün. 58-ci sual artikla davam edir. İlk dəfə adını çəkəndə ismini bilirik ki, EN artiklı işlənir və bizə məlum olan isimlərdən söhbət gedəndə artıq Z artiklı veririk. Ona görə birinci tərəfdə və site ilə başlayıb there is an answer to support the researchers claim olmalıydı və doğru cavabımız olacaqdı N, bir də Z, D variantı. 59-cu sualda deyir ki, choose the sentence with the noun in the plural. Cəm isimlər olan cümləni seçməliyik. The scenery bilirik ki, mənzərə deməkdir. Bu sayılmayan isimdir. Həmişə təkdə olur. Ona görə A variantını çıxırıq. The agent də həmçinin təkdə işlənib. Ona görə B variantını da atırıq. These theories are used for evaluation. Bu nəzəriyyələr qiymətləndirmə üçün istifadə olunur. Bəli, burada artıq doğru cavabı görürük. Cəmdədir nəzəriyyələr sözü. Furniture sayılmayan isimdə həmişə təkdə olur. D variantı yanlışdır. Luggage yük deməkdir və o da həmişə təkdə olur. Ona görə Y variantı da səhvdir. Növbəti deməli gəlir 60-cı sual. Deməli, the two companies build a strong relationship through years of cooperation. Relationship əlaqə münasibət deməkdir. Argument mübahisədir, separation ayrılmadır, competition yarışmadır, distance məsafədir. Doğru cavabımız əlaqə olacaqdır. A variantı connection. 61-ci suala baxırıq. Deməli, mürəkkəb isimlər istəyir bizdən. Compound noun, mürəkkəb isimlər. Baxıram ki, resilience burada şəkilçi var, A variantı çıxdı. Competition sözündə burada mentdir, burada tion şəkilçisi var, çıxdı. Behavior sözündə behave sözündən yaranıb, burada da şəkilçi var, C variantı yanlışdır. Environment sözündə ment şəkilçi var və burada da həmçinin environment sözü mürəkkəb isim sayılmadığı üçün D variantı doğru cavabdır. Backpacking, bir də timetable. D variantı. 62-ci sualda sadəcə bizdən doğru cavabı istəyir. Baxırıq ki, burada bir cəm isim var. Little özündən sonra sayılmayan isim alır. Much özündən sonra sayılmayan isim alır. Ona görə doğru cavabımız olacaqdı 2, 3 və A variantı. 63-də yenə də bizdən yelik hal istəyir. Baxıram, deməli, B variantında this cəmdədir, actor təkdədir. Ona görə B ola bilməz. Zera var burada. Birinci tərəfdə yoxdur. Baxıram, burada those cəmdədir, students təkdədir, cəmlənməlidir. Çünki işarə əvəzlikləri hər zaman isimlə uzlaşır ingilis dilində. Ona görə burada those cəmdə olduğuna görə students də cəmdə olsaydı testimiz doğru ola bilərdi, amma yanlışdır. The teacher apostrof S olmalıydı burada. Çünki müəllimin səsi. Və burada apostrof S olmadığına görə D variantı səhvdir. This təkdədir, buildings cəmdədir. Burada da uzlaşmayıb işarə əvəzliyi ilə isim, ona görə yanlışdır və A variantı doğru cavabdır. Bu mühəndislərin layihəsi investorları təsirləndirdi. Növbəti testimizə baxaq. 64-cü test bizdən sayıla bilməyən isimləri istəyir. Deməli, car burada sayılır, A bəndi getdi. Book sayılır, B bəndi getdi. Burada notebook sayılır, C bəndi getdi. Cat sayılır, Y bəndi getdi. Qaldı doğru cavabımız D variantı.
Növbəti testimiz 65-ci testimiz. Yenə də bir artiklla davam edirik. Burada deməli sifətin üstünlük dərəcəsi var. Bilirik ki, həmişə Z ilə işlənir. Sifətin üstünlük dərəcəsi və dünya da həmçinin Z artiklı ilə işlənir. Z. Doğru cavabımız olacaqdır C variantı. Yenə də definitionları istəyir bizdən. To be fluent in nədəsə səlis, axıcı olmaq. Be able to speak a language easily and well. Ona görə birinci olacaqdır B variantı. Essential, vacib deməkdir. Something very important and necessary olacaqdır A variantı. İçi də connected, bağlı olmaq deməkdir. Linked, yəni birləşik, bağlı olmaq nəyəsə. Ona görə 1B, 2A, 3C və doğru cavabımız olacaqdır C variantı. 67-ci testdə bizdə singular noun, yəni sadə, təkdə olan isimləri istəyir. Təkdə olan isimləri istəyirsə, deməli, cümləni istəyirsə tək olan isimlə. Centers gedir, çünki cəmdədir. C bəndində geese deyir, yenə cəmdədir isim. Several oxen deyir, yenə cəm isimlə davam edib. Newcomers, yeni gələnlər, yenə də cəm isimlə davam edib. Equipment, təchizat deməkdir, bəli, təkdədir və doğru cavabımız olacaqdır B variantı. Antonimləri istəyir bizdən burada. Rapid, fast bunlar sinonimdə ola bilməz. Large, böyükdür, tiny, balaca, bu doğrudur. Brave, courageous, bu deməli sinonimdir, cəsarətli deməkdir, bu da çıxdı. Cheerful, şən, sorrowful, kədərli, bu bizim üçün doğru cavabdır. Intelligent, smart da bunlar sinonimdirlər. Doğru cavabımız olacaqdır 2 və 4. Növbəti short textlə davam edirik. Deməli, əziz Mr. Harris, I'm writing to inform you that our school tour will visit your music center next Friday. Deyirsə, məlumat vermək üçün yazıram ki, bizim məktəb xoru gələn həftə, deməli, gələn 5-ci gün sizin musiqi mərkəzinizə səfər edəcək. The students are excited to see the instruments and learn about the history of music. Şagirdlər çox heyecanlıdırlar, deyir, musiqinin tarixi haqqında və alətlər haqqında görməyə və öyrənməyə. We'll appreciate if he could prepare a short workshop for them. Onlar üçün kiçik bir seminar hazırlaya bilsəydiniz, biz bunu dəyərləndirərdik. Xoş arzularla, xanım Lane. Burada bizdə doğru cavabı istəyir. Deməli, A variantında deyir ki, xanım Lane cənab Harris'i onların məktəb xoruna qoşulmağa dəvət edir. Xeyr, belə bir şey yoxdur orada. B bəndində deyir ki, xanım Lane xahiş edir ki, kiçik bir seminar təşkil etsinlər şagirdlər üçün. Bəli, elə B variantı doğru cavabdır. C bəndində deyir ki, uşaqlar musiqi mərkəzinə mahnı oxumağa görə gedəcəklər. Xeyr, ümumiyyətlə orada mahnı oxumaqdan danışılmırdı. D variantında deyir ki, uşaqlar deməli ifa edəcəklər musiqi mərkəzində növbəti birinci gün. Orada birinci günün adı ümumiyyətlə çəkilmirdi. Y bəndində deyir ki, cənab Harris xanım Lane öz yeni seminarı haqqında yazır. Belə bir şey deməli yox idi orada. Doğru cavabımız oldu B variantı. Növbəti 70-ci sualla davam edirik. Yenə də short text-ə aiddir. Əziz xanım Parker, my son David is currently attending art painting class at your studio. Sizin deyir, incəsənət studiyanızda mənim oğlum hal-hazırda rəsm dərslərinə gedir. Unfortunately, təəssüf ki, başqa bir şəhərə köçdüyümüzə görə o davam edə bilməyəcək öz dərslərini. Zəhmət olmasa mənə bildirərsiniz ki, yəni bitmiş dərslər üçün, tamamlamış dərslər üçün o sertifikatı necə ala bilər? Və anlayışınız üçün təşəkkür edirik, xanım Brown. Deməli, A bəndində deyir ki, xanım Brown xahiş edir ki, yeni dərsə başlasınlar növbəti aydan, yeni kursa. Elə bir şey yoxdur, onlar oranı tərk edirlər. B bəndində deyir ki, David will continue the art course after moving to another city. David başqa şəhərə köçəndən sonra davam edəcək. Xeyr. C bəndində deyir ki, Mrs. Brown asks to give information about the certificate for finished license. Bəli, elə cavab budur. Çünki informasiya istəyir bitmiş dərslər haqqında necə sertifikat almağı. Elə C bəndi də doğru cavab. D-də deyir ki, David tamamlayıb bütün kursu və ödəniş üçün gözləyir. Xeyr, ümumiyyətlə orada ödənişdən söz getmirdi. Y-də də deyir ki, xanım Brown istəyir ki, xanım Parker dərsləri təxirə salsın. Digər şagirdlər üçün ümumiyyətlə orada elə bir şeydən danışmırdı. Növbəti davam edirik 71-ci testlə.
On 5th April 2024, the London Library announced that it would be offering free reading sessions for children and young people every Saturday. Aprelin 5'ində 2024-cü ildə London Kitabxanası elan etdi ki, deməli onlar oxuculuq sessiyaları təqdim edirlər uşaqlar üçün. Hər deməli şənbə günü gənclər üçün həmçinin. A week before the sessions, deməli sessiyadan bir həftə əvvəl the library posted on social media and in local newspapers. Yəni kitabxana sosial mediada və yerli qəzetlərdə elan verib. Children were invited to bring their favorite books and read them aloud with volunteers. Uşaqlar dəvət olunub ki, onlar öz sevimli kitablarını gətirsinlər və könüllülərlə ucadan oxusunlar. A bəndində deyir ki, only adults can join the reading sessions. Yalnız böyüklər qoşula bilər. Xeyr. The library asked children to bring their favorite books to reading sessions. Bəli, bu doğru cavabdır. Çünki kitabxana onlardan sevimli kitablarını gətirməyi istəyirdi oxumaq üçün. C bəndində deyir ki, the library didn't make any announcements. Heç bir elan verməyib. Xeyr, bu yanlışdır. Reading sessions are held every day. Hər gün baş tutur deyir. Xeyr, hər şənbə günləri baş tuturdu. Yeddə də deyir ki, bütün iştirakçılar ödəniş etməlidirlər. Xeyr, elə bir şey ümumiyyətlə orada deyilmirdi. Növbəti gəldi böyük bir mətnə, hansı ki 5 sualdan ibarətdir cavabında. Thyme is a famous herbal plant widely used in Azerbaijan and around the world. Kəkliyotu deyir, məşhur bir bitkidir ki, deməli, Azərbaycanda həmçinin bütün dünyada istifadə olunur. It is known for its strong smell and healing properties. O güclü qoxusuna və sağaldıcı xüsusiyyətlərinə görə, sağalmaya səbəb olan xüsusiyyətlərinə görə məşhurdur. In Azerbaijan, thyme grows in the mountains, especially in dry and sunny areas. Azərbaycanda xüsusilə kəkliyotu dağlarda bitir və quru və günəşli ərazilərdə. People can find it in places like the Western Caucasus and Talış Mountains. İnsanlar onu Qərbi Qafqaz dağlarında və Talış dağlarında ən çox tapa bilərlər. One of the most famous centers of thyme is the mountains of Nakhchivan, where its special aroma makes it loved in Azerbaijani culture. Və deyir, onun ən məşhur mərkəzlərindən biri də deməli kəkliyotunun Naxçıvan dağlarıdır. Harada ki onun deyir xüsusi qoxusu onu Azərbaycan mədəniyyətində sevdirir. This plant is small. Bu balaca bitkidir ki, kiçik deməli with tiny purple and pink flower. Kiçik çəhrayı və yaxud da bənövşəyi çiçəkləri olan bir balaca bitkidir və balaca qısa yaşıl yarpaqları var. Its smell is very strong and fresh. Onun qoxusu çox güclü və təravətlidir. And many people love it in tea or food. Çox insanlar onu çayda və yaxud da yeməkdə xoşlayırlar, sevirlər. Thyme is used to treat cold, sore throats and even stomach problems. Deməli, kəkliyotu soyuq dəymədə, boğaz ağrılarında və hətta mədə problemlərində də istifadə edilir. It is also good for cleaning the air and helping people relax. Həmçinin havanı təmizləməyində və insanlara rahatlaşmaqda, kömək etməkdə də yaxşıdır. There are different types of thyme and they are chosen by their color, smell and where they grow. Deyir ki, kəkliyotunun müxtəlif növləri var, hansı ki onlar öz rənginə, qoxusuna və ya harda bitdiyinə görə fərqlənirlər. The best quality thyme has a clean mountain smell and bright flowers. Ən yaxşı keyfiyyəti olan, təmiz dağ havası olan və qoxusu olan və parlaq çiçəkləri olandır. Farmers and herbal sellers often dry it carefully to keep its power. Fermerlər və ot satanlar, yəni müalicəvi otları satanlar onu xüsusilə qurudurlar, ehtiyatla qurudurlar ki, onun gücünü saxlasınlar. Today, thyme is not only used at home but also sold in pharmacies and herbal shops. Bugün deməli kəkliyotu sadəcə evdə istifadə olunmur, həmçinin əczaçılarda, deməli apteklərdə və bitki mağazalarında da satılır.
Baxaq 72-də bizdən doğru cavablar istəyir. Deyir ki, thyme is used to treat health problems. Bəli, sağlamlıq problemlərində istifadə olunur. Bir düzdür. It grows well in wet and cold places. Xeyr, soyuq və yaş yerlərdə deyildi. Quru və deməli günəşli ərazilərdə bitirdi. 2 səhvdir. People dry thyme carefully to keep its power. Onun xüsusiyyətlərini, yəni gücünü saxlamaq üçün diqqətlə qurudurlar onu. Bəli, 3 düzüdür. Və deyir ki, onun uzun tünd yarpaqları var. 4 səhvdir. Və doğru cavabımız 1-3 olacaqdır Y variantı. The best quality thyme is chosen because it has a bright color and clean smell. Bir düzdür. Grows only in the northern regions. Xeyr, sadəcə bu şimal bölgələrdə bitmirdi. Has a special aroma from the mountains. Bəli, dağlardan olan xüsusi qoxusu var idi. Is always mixed with other. Xeyr, digər otlarla qarışdırılmır və doğru cavabımız olacaqdır 1-3 D variantı. 74. Deməli, deyir ki, the passage is mainly about, xüsusilə nə haqqındadır? A traditional mountain food recipe. Xeyr, dağ yeməyinin reseptindən danışmırdı orada. Why people grow herbal plants in their garden? Niyə insanlar deyir, müalicəvi bitkiləri öz bağlarında becərirlər? Xeyr, burada elə bir şey yox idi. Different types of plants in national cuisine. Milli mətbəxdə müxtəlif bitkilər, bitki növləri. Xeyr, bu barədə danışmırdı. A famous herbal plant and it is specially uses. Xüsusi məşhur müalicəvi bitki və onun xüsusi istifadəsi. Bəli, cavab D variantı idi elə. Y bəndində deyir ki, the history of farming in Azerbaijan, fermerçiliyin tarixi Azərbaycanda. Xeyr, orada elə bir şey yox idi. Və nəhayət 75-ci sualda why is thyme popular in Azerbaijani culture? Niyə məşhurdur Azərbaycan mədəniyyətində? Because it is expensive and hard to find. Xeyr, bahalı və çətin deyil tapılması. Because it replaces all other herbs. Bütün başqa bitkiləri əvəz edir. Xeyr, elə bir şey danışmırdı orada. Because it is mixed with honey, balla qarışdırılır, elə bir şey demirdi orada. Because it grows only in cities, yalnız şəhərlərdə bitir, elə bir şey yoxdur mətndə. Və nəhayət Y variantı doğru cavabdır. Qoxusuna və sağlamlıq faydalarına görə. Y variantı doğru cavabdır. Bugünlük bu qədər. Hər birinizdə uğurlar arzu edirəm.